Həzrət Əli əleyhissalamdan soruşdular: Ya Əli, kimsəyə pislik etdinmi? Dedi, mənim nə kiməsə yaxşılığım oldu, nə də pisliyim. Dedilər, elə şey olarmı? Sənin yaxşılığını bilməyən varmı? Biz sənə etdiyin yaxşılıqları sormadıq, etdiyin pislikləri soruşduq. Yəni kimsəyə bir pisliyin toxundu mu? Biz ki elə bir şey görmədik, bilmirik. Sənin yadında olan heç varmı? Həzrət buyurdu: Mən nə etdimsə özümə etdim. Mən kimsəyə nə yaxşılıq etdim, nə də pislik. Allah Taala'nın belə buyurduğunu eşitməmisinizmi? Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar. Sonra siz öz Rəbbinizə doğru qaytarılacaqsınız. Casiyə surəsi 15-ci ayə. Beləliklə də mən heç kimə bir şey etmədim. Nə etdimsə özümə etdim. Yaxşılıq etdimsə də özümə etdim. Pislik etdimsə də yenə özümə etmiş oldum.